Kapitan şəhid Ceyhun Aydınoğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Ceyhun Həsənov 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində AAHM matatıcı ixtisası üzrə ali hərbi təhsilə yiyələnib. Ceyhun Həsənov 2009-dan 2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edib. Daha sonra isə Beyləqan rayonunda yerləşən en saylı hərbi hissədə xidmətə davam edib. Azərbaycan ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ceyhun Həsənov ölümündən sonra ilk Vətən müharibəsi qəhrəmanı medalı ilə təltif edilib. Həmçinin şəhid kapitan Həsənov Füzulinin azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə də təltif edilib. Ceyhun Həsənov sentyabrın 27-ci günündə Füzulidə şəhid olub. Kapitanımız 2-ci Fəxri Xiyabanda dəfn edilib.